Sabahınız xeyir, ölkəmizdə və dünyada baş verən ən son iqtisadi yeniliklərlə ekonomiksə baxırsınız. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası məqsədi ilə 51 milyard manata yaxın vəsait xərclənib. O cümlədən birinci proqramın icrasına 16 milyard, ikinci proqrama isə 35 milyard manat sərf olunub. İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata əsasən, vəsait hesabına regionlarda 56 min müəssisə yaradılıb. Nəticədə regionlarda vergi ödənişləri 14 dəfə çoxalıb. 5 şəhər və rayonsa xərclərini yerli gəlirlər hesabına ödəməyə başlayıblar. Mobil nömrələrin daşınması xidməti tarifləri aşağı salacaq. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildiriblər ki, yeni sistemin tətbiqi keyfiyyəti artırmaqla yanaşı qiymətləri də aşağı salacaq. Bununla bağlı Nazirlikdə artıq addımlar atılır. Nazirlikdən bildiriblər ki, hər 3 operatorun şəbəkəsindən daşınma ilə bağlı artıq müraciətlər də var, amma başqasının adına qeydiyyatdan keçən və borcu olan nömrələrin daşınması mümkün olmayacaq. Azərbaycanda asan imza vasitəsi ilə aparılan əməliyyatların sayı artıq 2 milyonu keçib. Vergilər Nazirliyindən bildiriblər ki, bu sistem fevralın 19-da Brüsseldə keçiriləcək. Avropa Parlamentində Azərbaycanın innovativ milli brendi kimi təqdim ediləcək. Asan imza əldə edənlərin şəxs sayı 23 min ötmüşdür. Amma asan imza vasitəsilə asan imzadan istifadənin sayı artıq 2 milyonu keçmişdir. Bu, maddi imza tətbiq edən analoji dövlətlərlə müqayisə eləsək, bu rəqəmlər çox yüksək. Yəni, qısa bir müddət ərzində nəzərə alsaq ki, avqust ayından bu yana səsləndirdiyimiz rəqəmlər var. Bu çox yüksək bir rəqəmdir və ona görə də əbəs yerə deyil ki, artıq Azərbaycanın təcrübəsinin öyrənilməsi üçün Qazaxıstandan, Gürcüstandan, Hindistandan və digər dövlətlərdən artıq təkliflər gəlmişdir. Şotlandiyanın müstəqillik qazanmaq istəyi Böyük Britaniya üçün ciddi çətinliklər yarada bilər. Bir neçə iri şirkət referendumun müsbət nəticələnəcəyi təqdirdə qərargahlarını inzibati mərkəz Edinburq və digər şəhərlərdən çıxaracaqlarını bildiriblər. Heç bir bank və ya şirkət ona çətin vəziyyətdə dəstək olmayacaq ölkədə qalmaq istəməz. Bankın Şotlandiyada qalması böyük riskli. Çünki ölkənin maliyyə sistemində balans pozuntusu yarana bilər ki, bu da bankın gələcək taleyini şübhə altına alacaq. Onu da qeyd edim ki, bankın əsas əməliyyatları Londonda aparılır və hesab edirəm ki, Royal Bank of Scotland son nəticədə Britaniya bankına çevriləcək. Portuqaliyada işsizlik səviyyəsinin azalması müşahidə olunur. Əmək Məşğulluğu İdarəsinin açıqladığı hesabata görə ölkədə ötən il ilk 3 rübdə işsizlik 15,3%-ə qədər enib. Amma illik göstəricidə əmək qabiliyyətli əhalinin məşğulluq göstəricisi minimum həddə qorunub. Bu göstəricinin gənclər arasında daha çox müşahidə edilməsi hökuməti narahat edir. Böyük Britaniya supermarketlərə spirtli içkilərin maya dəyərindən aşağı satılmasına qadağa tətbiq edəcək. Hökumətin qadağası aprelin 6-sından qüvvəyə minəcək. 2008-ci ildən bu yana aparılan araşdırmalar nəticəsində müəyyən olub ki, ölkədə fəaliyyət göstərən 7 supermarket şəbəkəsi içki satışında faktiki olaraq zərərlə işləyir. Daha sonra məlum oldu ki, bu yolla onlar əhali arasında içki aludəçiliyini artırmaq məqsədə güdürlər. Məhz bu zərərli vərdişin qarşısını almaq üçün qanun layihəsi hazırlandı. Aprelin əvvəlindən etibarən İngiltərə və US ərazisində aksiz vergisi daxil olmaqla yarım litrlik pivə 50 peni, araq 10 funt sterling, şərab isə 2,5 funt sterlingdən aşağı qiymətə satıla bilməz. Qanuna tabi olmayan şirkətlər isə birbaşa olaraq cinayət məsuliyyətinə cəlb olunacaqlar. Twitter mikroblog şəbəkəsi illik və rüblük maliyyə hesabatını açıqlayıb. Şirkət rəhbərliyi göstəricilərin bu qədər artacağını gözləmədiklərini bildiriblər. 2013-cü maliyyə ilində gəlirlərimiz 2 dəfədən çox, 110% artaraq 665 milyon dollar təşkil edib. Bu gözlənilməz müsbət nəticədir. Son rübdə isə şirkətimiz 243 milyon dollar gəlir, 511 milyon dollar zərər edib. Bundan əlavə il ərzində auditoriyamız 30% artaraq 241 milyon nəfər olub. Reklamın əldə olunan gəlirlərimiz isə 220 milyon dollar təşkil edib. Əsas hədəfimiz bu rəqəmi 2014-cü ildə 2 dəfə artırmaqdır. Britaniyanın ən iri avtomobil istehsalçılarından biri olan Aston Martin istehsal etdiyi 17.500 avtomobili geri çağırır. Səbəbsə 2007-2013-cü illərdə istehsal olunmuş 8 modelin əyləc sistemində qüsurların aşkarlanmasıdır. İndiyə kimi Çində istehsal olunan ehtiyat hissəsinin İngiltərədə davam etdirilməsi qərarı alınıb.
Dünyada şəkərin qiyməti artıb. New York birjasında keçirilən hərracda xam şəkərin 1 funtunun qiyməti 2% artaraq 16 dollar 6 sentə təklif edilib. Bu isə 3 il ərzində qeydə alınan rekord qiymətdir. Ümumilikdə yanvar ayında şəkər 9% bahalaşıb. Bloomberg agentliyinin hesablamasına görə səbəb dünyanın bir nömrəli istehsalçısı olan Braziliyada quraqlığın yaranmasıdır. Amerikada light markalı qara qızılın bir barelinin qiyməti 97 dollar 79 sentdir. Bu 43% bahalaşma deməkdir. London birjasında hərraca çıxarılan Brent markalı neftin qiyməti də 0,36% artıb və indi 106 dollar 59 sentə təklif edilir. Amerikanın Dow Jones, S&P 500 və Nasdaq 100 indeksləri 1% kimi bahalaşıblar. Yaponiyanın Nikkei 225 indeksi dəyərini 0,32% artırıb. Almaniyanın DAX indeksi 1%-dən də çox bahalaşıb. Böyük Britaniyanın FTSE 100 isə dəyərini 0,7% artırıb. Qızılın bir ünsiyası 1261 dollar civarındadır, yəni 0,28% bahalaşıb. Gümüşün qiyməti də artıb və bu metal 20 dollar 9 sentə təklif edilir. Platin 1378 dollardır, palladiumun qiyməti 0,83% artıb. Mis bahalaşsa da alüminiumun qiymətində eniş müşahidə olunub. Avro-dollar 1.35-28, dollar yen 101.50 səviyyəsinə yüksəlib, funt sterling dollar isə 1.63-ə mübadilə olunur. Azərbaycan manatının digər valyutalara nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnələri isə belədir. Dollar 78 qəpik yarım, avro 1 manat 6 qəpik, Rusiya rublu 2,2 qəpik, Türk lirəsi isə 35 qəpik. Bu qədər bugün olan əsas iqtisadi yeniliklərlə Ekonomikdə tanış oldunuz. Salamat qalın.